Kərpic kəsən kişinin hekayəti. Şam şəhərində qoca bir kişi yaşayırdı. Palçıqdan kərpic kəsib satmaqla dolanırdı. Qoca olsa da çörəyini minnətsiz qazanırdı. Qızmar bir yay günü idi. Kərpic kəsən kişi tərini silə-silə palçıq qarışdırırdı. Bu zaman yoldan cavan bir oğlan keçirdi. O, qocanın necə əziyyət çəkdiyini görüb dedi: "Ey qoca, sən niyə belə ağır zəhmətə qatlaşırsan? Yaşlı adamsan, özünə yazığın gəlsin. Bu qədər əziyyətin qabağında qazandığın bir qarın çörəkdir. O çörəyi kimdən istəsən səndən əsirgəməz." Qoca bir anlığa əl saxlayıb cavana baxdı. Bir qədər acıqlı səslə dedi: "Deyirsən özümə yazığım gəlsin? Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açım. Bu əziyyəti ona görə çəkirəm ki, alnı açıq, üzü ağ yaşayım." Qocanın sözləri cavana təsir etdi. O dediklərindən peşman oldu. Şərəflə yaşayan bu qoca onun gözündə ucaldı. O, qoca kərpic kəsənə ədəblə baş əydi və yoluna davam etdi.